Mən burada xəbərləri oxuyub daha da qocalıram. Bu adam bətnində övladını daşıyır, sonra axırda zibil kimi atır gedir. Hansı formada izah eləyəsən ki, bu insanlıq deyil? Ümid edirəm ki, Ramazan günləriniz ürəyiniz istəyən kimi keçir. Oruç tutduğunu hər addımda gözümüzə soxan adamlar olmasa lap əla olar. Səhər WhatsApp-a bir dənə ibrətamiz status atır ki, baxın ha cəmaət, mən imsakımı elədim. İftarda da bir dənə süfrə duası paylaşır, onda lap əmin oluruq ki, bu adam orucdur. Zəng yesən ki, gəl çıxaq gəzək, deyir mən orucam. Gəl filan iş var, ona həll eləyək, mən orucam. Oruç tutmaq ümumiyyətlə heç bir iş görməmək deyil. Onun əhkamları var. Yemək yeməmək, su içməmək, günah işlərdən uzaq durmaq. Yoxsa yığırsan ki, qaqaş bəlkə səndə kəlbətin ola, deyir ki, yox, orucam mən. İmkanları olsa asan xidmətdə adlarını dəyişib bir aylıq oruc qoyarlar. Sizə bir şey deyim, indi iftara lavaşları biz özümüz alırıq. Təqribən nə vaxt ki, Ramazan yaya düşəcək, onda lavaşları uşaqlarımız alacaq. Yəni ki, gözəl insanlar qocalırıq, xəbəriniz olsun. Mən burada xəbərləri oxuyub daha da qocalıram. Cavan TV-də qocalmaq nə qədər ədalətlidirsə. Sumqayıtda uşaq xəstəxanasının yaxınlığında vaxtından əvvəl doğulmuş uşaq cəsədi tapılıb. Uşağı dünyaya gətirib o ağaclıqda atıb getməyə hansı vicdan sahibi eləyər? Camaat əlindəki zibili yerə atmır. Bu adam bətnində övladını daşıyır, sonra axırda zibil kimi atır gedir. Hansı formada izah eləyəsən ki, bu insanlıq deyil? O uşağın illərlə arzusunda olanlar var. O adamların fonunda belə hadisələr lap ədalətsiz görünür. Lap ola bilər ki, uşaq sənin günahın olmadan ölü olaraq dünyaya gəlsin. Onu o formada atıb getmək lazımdır. Özdə Ramazan günündə belə xəbər lap pisdir. Bu elə aydır ki, inancsız adamlar inanclı adamlara hörmətən içki içmir. Bacardığı qədər gözə girəcək şəkildə yemək yemir. Hamı bir növ bu ayın ab-havasına uyğunlaşır. Bətnindən götürüb uşağı çölə atan adama isə söz tapa bilmirəm. Bu kanalda xeyli senarist redaktorumuz var. Onlara da bu xəbəri oxudum, onlar da söz tapa bilmədi. Əgər siz bilirsinizsə belə adama nə deyərlər, bölüşün bizlə. Növbəti xəbər isə qəribə bir qəza ilə bağlıdır. Bulvarda olan bu qəzanın necə baş verdiyinə dair kimisə bir fikri var. Avtobus sanki dəniz kənarına gəzməyə düşmək istəyibmiş. İndi qar da yoxdur ki, deyək sürüşüb gedib. Görünən odur ki, avtobus rəsmən dönüb parkdan aşağı düşməyə. Sadəcə son günlərdə buzlu yollarda o qədər qəza olub ki, bizi bu xəbər təəccübləndirmir. Bir də bir xəbər var. Son bir ayda ikinci dəfə təkrarlanır. Kişinin sevgilisi tərəfindən bıçaqlandığı xəbəri deyirəm. Sumqayıtda qadın sevgilisini bıçaqlayıb. Bu hadisəyə yaxşı olub, həmişə kişilər vurası deyil, bir dəfə də qadınlar vursun yazanlar var. Bu adamlar başa düşmür ki, şiddətin, cinayətin cinsiyyəti olmur. Kişilər bu tip şeyi çox eləyib deyə, qadınlar da yaxşı eləyib demək məntiqli deyil. Bunu eləyən kişi də, qadın da eyni tərəzidə, eyni qaydada cəzalandırılır. Həyat yoldaşına şiddət göstərən kişi nədirsə, o hərəkəti eləyən qadın da eynidir. Bir bu hadisəyə köklənib kişiləri məsum göstərmək fikrim yoxdur. Ölkədə yetəri qədər qadın şiddətinə dair xəbər görmüşük. Sabah da 8 martdır. Qadınlar insanoğlunun anasıdır. İnsanın var olma səbəbidir. Ümid eləyirəm, inanıram, cəmiyyətimizdə olan bəzi kişilər bu dəyəri gec-tez anlayar. Döyülmə, ölmə xəbərləri gündəmimizi zəbt eləməz. Sabahki gün münasibəti ilə bütün xanımları təbrik eləyirəm. Yaxşı ki varsınız. Dünya ancaq kişilərdən ibarət olsaydı çox maraqsız və dözülməz olardı. Bunu ən azı əsgərlikdə olanlar yaxşı bilir. Doğrudan da dünyanı gözəlləşdirən xanımlarımızdır. 8 mart bayramınız mübarək.